Belə bir tənlik verilib bizə. Tənliyin kiçik kökünü tapın deyir. Öncəliklə burada deməli ortaq məxrəc gətirməliyik. Ortaq məxrəc 2 vuruq, biri x çıx 2-dir ifadənin, biri x çıx 1-dir. Elə bu ifadələrin hasılı olur. X çıx 2, x çıx 1. Burada x çıx 2 var. Deməli bu ifadəni x çıx 1-ə vuracağım. Burada x çıx 1 var. Deməli bu ifadəni də vuracağım x çıx 2-yə. X plus 5 vurulsun x çıx 1 çıxılsın. X plus 3 vurulsun x çıx 2. Bərabərdir 5-ə. İndi mən buradan vurub açıb sadələşdirsəm, bilirik ki, x-i sonra x-i 1-ə vururuq. X-ə vuranda x kvadratı, mənfi 1-ə vuranda mənfi x, 5-i x-ə vuranda 5x, 5-i mənfi 1-ə vuranda mənfi 5, x-ə vuranda x kvadratı, qarşıda mənfi var, işarə dəyişikliyi olacaq. X-i mənfi 2-yə vuranda mənfi 2x, amma qarşıda da mənfi var, plus 2x. 3x-ə vuranda 3x, qarşıda mənfi var, mənfi 3x. 3-ü mənfi 2-yə vuranda mənfi 6, qarşıda da mənfi var, müsbət 6. Buranı da vurub açsaq, x kvadratı çıx 2x, üstə gəlin, daha doğrusu x kvadratı çıx x. Deməli, burada çıx x. 2-ni x-ə vursaq çıx 2x, mənfi 2-ni mənfi 1-ə vursaq üstə gəl 2, bərabər 5 alınır. İndi x kvadratları buradan gedir. 2x-dan mənfi x-in üstünə 5x gələndə, mənfi 1-in üstünə 5 gələndə 4x, 4-ün üstünə 2x gələndə 6x, 6x-dan 3x çıxanda 3x. Mənfi 5-in üstünə 6 gələndə də 1 bölünsün. X kvadratı mənfi 1, bu da mənfi 2, mənfi 3x, üstə gəl 2, bərabər 5 alınır. Vurub açıb sadələşdirmə eləsək, çarpaz şəkildə 5x kvadratı, 5-i vururuq ifadəyə, 5x kvadratı çıx 15x, üstə gəlinsin, 5-i 2-yə vursaq 10, bərabər 3x plus 1 alınır. Buradan alarıq ki, 5x kvadratı, 3x-i bura keçirsək, mənfi 15, keçirdəndə də 3 müsbətdə olur, mənfi, çıx 18x, ondan da biri çıxsa, üstə gəl 9, bərabər 0. Diskriminantla həll eləsək, deməli 18, b kvadrat çıx 4ac, b'miz mənfi 18-dir, 18-in kvadratı 324, çıx 4ac, 4-ü 5-ə vuranda 20, 20-yi də 9-a vuranda 180, onlar 4, 4, 144. İndi x1'imiz tapsaq, bilirik ki, köklərin düsturundan x1 bərabərdir mənfi b, üstə gəl kökdə d böl 2a-dır. Bizim burada b'miz mənfi 18'dir. Onun da mənfisi olacaq müsbət 18. Kök altda d 144'dən 12 çıxır, bölünsün 2a. A'mız 5'dir, içini də 5'ə vuranda 10. 18 üstünə 12 gələndə 30, 30 10'a böləndə 3. x2 də bərabərdir. x2 eyni bunun çıxması 18 çıx 12 bölünsün 10. Bu da olacaq 0.6. Bizdən də kiçik kökü istəyirdi. Cavabımız oldu 0.6. Burada nəyə diqqət eləməliyik? Tənlikdə, rasional tənlikdir bu tənlik. Rasional tənlikdə həmişə dəyişənin mümkün qiymətlər çoxluğunu qeyd etmək lazımdır. DMG-ni. Burada deməli x çıx 2 nəyə bərabər ola bilməz? 0-a bərabər olmaz. X fərqlidir 2-dən olmalıdır. X çıx 1 də fərqlidir 0-dan, x də fərqlidir 1-dən olmalıdır. Göründüyü kimi bizim tənliyimizin kökləri nə 1 deyil, nə 2 deyil. Böyük kökümüz 3, kiçik kökümüz də olacaq 0.6.